Nağı Nağıyev, Yaralı qız, hekayə. Üstü dama-dama nişanlı Volqa boş idi. Sürücü yaşıl işığı yandırıb yol üstü müştəri ehtimalı ilə maşını yavaş-yavaş sürür, kənar səkilərə göz yetirirdi. Nədənsə o, taksi dayanacaqlarında dayanıb müştəri gözləməyi heç xoşlamırdı. Son vaxtlar öz-özünə deyərdi, planı doldurmaq üçün bir para şoförlər kimi maşını dəli-dəli qovub qəzaya uğramaqdansa, ehtiyatla sür, harda müştəri düşdü orada da saxlı götür. Keçən dəfə mən özüm o cür tələsik sürməsəydim, nə qəza törədərdim, nə də 2 ay maşınsız qalardım. Sürücü bu fikirlərlə uğraşarkən bir tində uca boylu, nazik bədənli bir qızın intizar dayandığını gördü. Müştəri deyir fikri başından keçərkən qız bir qədər irəli yürüb, qaldırdığı əlini təlaşla yellətdi. Sürücü maşını düz qızın yanında saxladı. Qızın tələsdiyi aydın görünürdü, şofer fikirləşdi, yəqin görüşə tələsir. Buna güman çox idi, qız qəribə geyinmişdi. Qolsuz qırmızı koftasının kürək tərəfi bucaq şəklində açıq idi. Qırçınlı qara tumanı dizlərindən 3 barmaq yuxarıda dururdu. Başındakı tüklər azca peysərə atılan düryə papaq kimi göyə uzanmışdı. Sürücüyə elə gəldi ki, qızın uzun, nazik çənəsindən başının təpəsinə qədər uzunluğu az qala yarım metrdir. Bu geyim və əndazə onu daha da nərmə-nazik göstərirdi. Oğlan beləsini ilk dəfə görürmüş kimi öz-özünə donquldandı. Bunu necə düzəldirlər? Başda da bu qədər tük olar? O birdən bu ədabazlığa bir ikrah duydu, bir istədi qızı qoyub getsin. Sonra könlündə, mənə nə azarı, istəyir özünü lap meymuna oxşatsın. Müştəridir, aparım, pulumu alım, dedi və yerindən azca dikələrək əlini uzadıb dal qapını açdı. Buyurun, dedi, lakin ona baxmadı. Qız tələsik keçib oturdu. Hara buyuracaqsınız? Elə düz sürün, deyərəm. Şofer özünə söz versə də soyuqqanlı ola bilmədi. İkrah hissinin təsirindənmi, ya nədənmi ayağını pedala necə basdısa, maşın yerindən birdən sıçrayıb quş kimi uçmağa başladı. Qız dirsəklərini qabaq söykənəcəyə dirəyib, şoferin çiynindən qabağa baxırdı. Sürücünün isə ciddi nəzərləri küçəyə zillənmişdi, qızdan xəbərsiz idi. Amma peysərində isti nəfəs duyurdu. Könlündə dedi, bu nədir, niyə çəkilib rahat oturmur? Tələsdiyi üçündür, yoxsa hal əhlidir? Doğrusu onun ikrahı yavaş-yavaş həvəsə çevrilməyə başladı. Qabağına nisbətən dərin bir çökək çıxdı, asfalt sökülmüş, torpaqla doldurulmuşdu. O sürəti birdən azalda bilmədi, maşın çökək yeri keçəndə elə bərk atıb tutdu ki, qız oturacaqdan üzüldü, yaman taqqıltı qopdu. Qız, vay mamuçka, qışqırıb iki əlli başını qamarladı. Şofer geri dönmədən soruşdu. Qorxdunuz, xanım qız? Qorxmayın, heç nə olmaz. Qızdan cavab gəlmədi. O başını əlləri ilə tutub inildədi. Sürücü maşını yavaşıdıb, arxaya dönəndə qızın biləyinə qan axdığını görüb qorxdu. O nədir, əlinizdə qan görünür, sizə nə olubdur? Qız ona heç bir cavab verməyib, əmr şəklində dedi, tez olun, poliklinikaya sürün. Axı, bu nə işdir? Sürün, sonra bilərsiniz. Sürücünün ağlına cürbəcür fikirlər gəldi. Qıza nə olub? Özünə təsəlli verdi, maşında nə olacaq? Sonra yenə şübhələr ürəyinə hücum çəkdi. Bəlkə maşına minəndə yaralı imiş, mən fikir verməmişəm. Bəlkə bıçaqlayıblar, qaçıb qurtarıb həkimə tələsirmiş. Deyəsən elə belədir. Əzəb işə düşdüm. Dünən maşın aldım, bugün xataya düşdüm. Mənimki gətirmir də. Ay qız, deyin görün bu nə əhvalatdır. Xatanı gərək gətirib mənim başıma calayaydın. Qadası vəziyyətin pisdir, məni tez həkimə çatdırın. Qorxmayın, sizə heç nə olmaz. Necə yəni? Mənim maşınımda sizə dəxli yoxdur. Vallahi öz ağılsızlığımın cəzasıdır. Şofer çiyinlərini çəkib dodaqlarını büzərək qaşlarını alnının ortasına qaldırdı və tamam yəqin etdi ki, qızdan əməl əskik deyil. Birdən Allah eləməsin, Allahından dönüb desə ki, istədi maşını saxlayıb qızı düşürtsün. Gördü ki, qızın üst başı tamam qan içindədir. Onu bu halda düşürtsə, sözü gətirər, cəmaat gələr, qızı bu vəziyyətdə görüb şübhələnərlər, sonra da Allah bilir, nə ola bilər? Yenə də xoşluqla, yaxşılıqla xatadan canını qurtarsa yaxşıdır. Odur ki, əmrə tabi olub sürdü. Həkimxana yaxın idi, tez çatdılar. Oğlan özü düşüb qanına qəltan qıza kömək elədi, qoluna girib həkimin yanına apardı. Onları qan içində görənlər heyrətlə baxa-baxa aralanıb yol verdilər. Arada suallar da, işarələr də oldu, amma nə sürücü dilləndi, nə də qız. Cərrah qızın başını açıb qanın haradan axdığını bilmək istəyəndə, onun tükləri arasından şüşə sınıqları tökülməyə başladı. Həkim şoferə baxdı, şofer həkimə.
Sürücü alacalanmış gözlərini bərəldib, heyrətindən üzünü əcaib şəkilə salanda həkim qıza qışqırdı. Ay qız, bu nədir? Başında saçların arasında bu şüşə qırıqları haradan? Olmaya başına banka çaxıblar. Axı o da belə olmaz. Rengi ağarmış qız utana-utana mırıldadı. Həkim, bilirsinizmi? Yox, çaxmayıblar. Düzü, özüm qoymuşdum ki, saçımı uca saxlasın. Maşın şoğərib çökəyə düşdü. Atıb tutanda başım maşının üstünə elə dəydi ki, məni bu kökə saldı. Həkim yana-yana. Vay, 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 dedi. Gör özünüzü nə hala salırsınız. Başındakı şüşə qırıntılarını təmizləyəndə qız zardı. Həkim kinlə dedi. İnsana yaraşmayan iş tutanda əlbəttə əzab çəkərlər. Sürücü qeyzlə kənara tüpürüb otaqdan çıxdı.